Başqasının kartına səhvən atdığımız pulu necə geri qaytara bilərik? Vətəndaşlarımız bəzən ödəmə terminalları və ya mobil tətbiqlər vasitəsilə təsadüfən başqasının kart hesabına ödəniş edirlər. Yanlış köçürmə baş verdikdə ilk addım kimi vəsaitin köçürüldüyü kartın hansı banka məxsus olduğunu müəyyən etmək lazımdır. Bundan sonra həmin bankla əlaqə saxlayaraq səhvən köçürmə barədə məlumat verilməlidir. Bir çox hallarda vətəndaşlarımız yanlış ödənilən hesab və onun sahibi barədə məlumatı bankdan tələb edirlər. Qeyd etmək istərdim ki, bank sirrinin qorunması qaydaları Milli Məclisin 19 yanvar 1995-ci tarixli qərarının 7-ci hissəsinə əsasən tənzimlənib. Həmin qərara görə bank sirrinin açıqlanmasına yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir. Fiziki şəxslərin əməliyyatları və hesabatları barədə arayışlar yalnız onların özlərinə, onlardan yuxarı orqanlara, icraatda olan işlər üzrə istintaq və məhkəmə orqanlarına, auditor təşkilatlarına, dövlət vergi və gömrük orqanlarına, onların vəzifə sərhədləri çərçivəsində təqdim oluna bilər. Yanlış köçürmə barədə müraciət daxil olduqda məlumat verilən bank sorğu əsasında müştəri ilə əlaqə saxlayaraq səhvən köçürülən vəsaiti geri qaytarıb-qaytarmayacağı məsələsini dəqiqləşdirir. Əgər müştəri köçürülən vəsaiti qaytarmaqdan imtina edərsə, bu halda vəsaitin səhvən köçürüldüyü şəxsə qarşı məhkəmədə iddia qaldırma hüququ yaranır. Bu hüququn əsası əsassız varlanma anlayışıdır. Əsassız varlanma o zaman baş verir ki, şəxsin varlanması üçün heç bir qanuni və ya müqavilə əsası mövcud olmur. Yəni, varlanmaya haqq qazandıran hüquqi əsas olmadıqda bu əsassız varlanma hesab edilir. Azərbaycan Respublikasının mülki məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olan şəxsin tələbi ilə ona qaytarmalıdır və məhkəməyə müraciət üçün iddia müddəti əsassız varlanma obyektini qaytarma hüququndan məhrum olan şəxsə bu hal məlum olduğu vaxtdan etibarən 2 il təşkil edir. Hüquqla bağlı suallarınızı şərh bölməsində qeyd etməyiniz xahiş olunur.